İngilis dilindən quantifiers bölməsinə aid bir sualın izahına baxırıq. Doğru variantı seçmək tələb olunur. We have orange but we don't have olive oil. Birincidə orange isim gəlib, cəm isim gəlib. Ona görə də bizə lazım olanlar cəm isimlərə aid many var, only a few var, few var, plenty of var. İndi variantlara baxaq. İkinci tərəfdə də isim oildir. Təkdə sayılmayan isimdir. Sayılmayan. Bu da cəmdə olan isimdir. Ona görə variantları uyğunlaşdıraq. Many birinci tərəfə görə doğrudur. Cəm isim gəlir many'dən sonra. Amma few'dan sonra plus cəm isim olmalıdır. Oil təkdə olduğu üçün A səhvdir. İkincidə only few deyə bir ifadə yoxdur. Only a few var. Əgər a few olsaydı birinci tərəf üçün doğru idi və ikinci tərəfdə o ilə görə doğrudur. 2 də getdi. Say a lot. A lot feillərlə işlənir. Bu zərflikdir və zərflik feillərə aid olduğu üçün a lot yox. İsim burada isim olduğu üçün a lot of olsa doğru olardı. Say getdi, amma ikinci tərəf doğrudur. Daha sonra D-də enough, kifayət qədər oranges var dedi. Vardı, bu ola bilər. Only a little. İkinci tərəfdə sayılmayan isim olduğu üçün a little işlənəcək. Doğru cavab D variantı. Yeni olmur. Y birinci tərəf üçün doğrudur, amma ikinci tərəfdə so'dan sonra ə artiklı gələ bilməz. So little, so few və s. Yəni E artiklı gələ bilməz. Doğru cavabımız D variantı.